bacı, podruqa, qardaş, qonşu, həyat yoldaşı, övladımız, onlar hamısı bizim güzgülərdir. Siz istəsəz də burada qarşınızda mənim özümü görə bilməzsiniz. Siz məndə indi nə görürsünüzsə, o hər birimizin hansısa bir tərəfidir. Hansısa bir parçamızı güzgüləyə bilərəm. Mən də istəsəm də belə indi qarşımda Sevinç xanımı deyil də, Sevinç xanımda gördüyüm, eşitdiyim, yenə də mənim özümdə olan hansısa bir hissəmin güzgüsüdür. Çünki bu güzgü qanununa görə kainatın 140-dan çox qanunları var. Düzdür, onların hardasa 12-si bəzi mənbələrdə, 24-ü ən əsas qanunlardır. Ümumiyyətlə biz o qanunları bilib, axıra qədər dərk edib, heç olmasa o əsas qanunlara uyğun yaşaya bilsək, 99% çox rahatlıq içində bütün məsələlərimiz həll olunar və dərslərimizi, ərdəmlərimizi çox gözəl şəkildə, rahatlıqla, asanlıqla, huzur içində keçə bilərik.